kəndli bir dana kəsəcək, bir qazel çağırır. Qoyur qazelə. Qazelə verir 50 manat. Qazel bunu apar, kəsimxana harada kəs. Sonra başqa bir maşın gətirməlidir. Təmiz, soyuduculu olmalıdır, standartlara cavab verməlidir. Yoxsa akta tutub cərimə eləyəcək. Filan. Bu ət yığılmalıdır. Ora təzdən o götürməlidir. Kənddəki yerinə kəndcə satmalıdır. Və ət niyə bahadır? Biz kənddə Avropa standartı istəyirik. Gəlin know-how yoxdur. Gəlin bunu alsın. Ət üzr istəyirəm. Buyurun. Ətin qiymətini qaldıran amillər var ki, biz onu görməməzlikdən gəlirik. Əgər bir 100 kiloluq mənim danamda 120 manat mən daşımacılıq xərci çəkirəmsə, deməli, orada 1 manat artdı. Baytarlığa pul verdim, kəsimxanaya pul ödəməsin, o baytarlığa getmir. Kəsimxanan xərci. Deyir ki, mən də burada qoymuşum 20 manat. Orada da insarçılıq var. Bir dənə, iki dənə yer təsdiq olubdur. Böyük şəhərlərdə. Başqa yerə deyil. Yəni bütün o xərclər avtomatik olaraq ətin qiymətinə təsir edir.